Gördüğünüz Arif'in PK'sında gördünüz. Çok bugün hazırlanmış oldu. Çünkü sabah bize konser inşallah. Allah istese izin verse sabah. Sonra gün Rüfet çok sağ ol abi. Rıfat abi sağ olun. Bugün geldi Rıfat abi o. Nergiz. Teşekkür ederim. Nergiz. O Nergiz, bu Nergiz. Nergiz o. Nergiz'e yazır da. Adaş necesi? Valla. Adaş necesi? Hiç. Bilet var. Evet bilet var. Şunu söyleyeceğim şimdi. Bilet isteyen insanlar için bugün bir masa postu isteyen insanlar olsa bilet alabilirsiniz. Sabah da bilet akşama kadar satılır. Konserte kadar satılır. Ama bilmiyorum kaç bilet kaldı, nasıl, nece. İnşallah sabah yaxşı güzel konserte sonra inşallah sabah bilet alan insanlar, konserte gelen insanlar hamınız yine görüşürüz. Allah izin verse. Sanki birinci Allah izin versin inşallah. Hamınız yine görüşürüz. Ben buradan bir şey diyeyim. Biz zarafatsız bir aile oldu, hamınızdan bir yerde. Her gün bu söhbətlər oldu, her gün biletler hakkında danışıldı, izləyicilərimiz söhbət elədik. İnanın mənə 5 gün, 6 gün necə gəldi, keçdi, heç bilmədik. Uşaqlar, sizi çox istəyirik, səmimiyyətimizə inanın və bizi görmək istəyən hər bir kəsi sabahları yanımızda gözləyirik. Təbii ki, bilet qalıb Ayka. Grand Amur səhifəsinə takip atın. Grand Amur, uşaqlar, sizə bir şey deyim, yayın istəyirsiniz, amma bunu deyirəm, çox uzatmıram. Çünki burada Ariflə müəllim qalıb, ayıb olmasın onlara. Uşaqlar, mən də sizi başa düşürəm, bilet istədiyinizi bilirəm, amma bileti kameralara keçən dəfə gördünüz ki, çəkilişlər oldu. Siz deyirsiniz, təkcə telefonla şahın özündən tutulacaq, başqaları çəkilməyəcək. Uşaqlar, vallahi elə olmur. Elə olmadığını özünüz də bildiniz. Bizə gələn insanların %99'u evli xanımlardır, ailəli xanımlardır. İstəmirlər göstərməklərini. Ona görə də onları başa düşmək lazımdır. Sizə təşəkkürlərimizi bildiririk. Sabahları hamını gözləyirik yanımızda. Həmişə sevginiz daim olsun, bir yerdə olaq. Allah qismət eləsin, hər şey gözəl olsun. Sabahları gözəl şəkildə konsertimizi verək. Çünki burada bu qədər əməklər var, Allah şahiddir. Biletlər haqqında Grand Amara.